Azərbaycan. Azərbaycan çıraqların gül yansın. Xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır. Gözün toxdur millətim, həqiqətə ölüm yoxdur millətim. Üzərindən qara yerlər əsməsin. Ana yurdum Azərbaycan elləri qapınızdan şanlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı bayram olsun, şarlıq olsun həmdəmin, dalğalansın Azərbaycan bayrağı. Dalğalansın Türk Turan bayrağı. Azərbaycanın ilk qarın xalq şairi Mirvarid Dilbazi. Əziz tədbir iştirakçıları, hər birimizi Mirvarid Dilbazi Poeziya Məclisi adından rəşdən təbrik edirəm. Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bizi bu şəraiti yarattığına görə, bizimlə bərabər təşkilati dəstək olduğuna görə Diferensial Təhsil Tədris Mərkəzinin rəhbəri Elşən Şükürova təşəkkürümü bildirirəm. Çox böyük ürək qoyub bu işə və bərabər Novruz şənliyini İmişlidə qeyd edirik. Mənim əzizlərim, vətənimizin bütövlüyü, suverenliyi, azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla, ehtiramla yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Dövlət milli səsləndirilsin. Azərbaycan möhtəşəmdir görsəsin, əysilməsin üstümüzdən nəfəsin, bu torpağı vətən deyən hər kəsin şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi o haqqan, gəlib çatdı gözlərimlə bu xoşan, bu torpağa igid doğan, doğan analarım əllərindən öpürəm. Mənim əzizlərim, biz Mirvarid Dilbazi Poeziya Məclisi olaraq məclisimizin idarə heyətinin üzvü, əməkdar mədəniyyət işçisi, müğənni Aşıq Solmaz Göstəriyeva ilə belə bir qərara gəldik ki, Novruz bayramında Zəfər adlı Novruzum adlı layihə həyata keçirək və çox maraqlı oldu mənim əzizlərim. Biz Ahıllar evindən başladıq.
Agil babaların yanında, Ağbirçək nənələrin yanında oldum. Çok güzel oldu. Çok kederli de oldu, sevinçli de oldu. En əsası odur ki, biz Ahıllar evində Zəfər Ətəbin Novruzum adlı konsert həyata keçirdik və sonra reabilitasiya mərkəzində olduq. Orada da əlilliyi olan şəxslərin əl işləri ilə tanış olduq və onların çox gözəl mahnı oxuduqlarından, şeir söylədiklərinin, necə gözəl hazırlaşdıqlarının şahidi olduq və Zəfər Ətərli Novruzum da orada çox maraqlı keçdi. Və sonradan üz tutduq Cənnət Məkan İmişliyə, bu doğma ocağa, bu doğma yurda və Novruz şənliyini sizinlə keçirmək istədik. Bizim Novruz bayramımız indi çox qürur vericidir. Çünki zəfər ətırlıdır, çünki zəfər soraqlıdır. Bizə bu anları bəxş edən şəhidlərimizin ruhu qarşısında dönə-dönə baş əyirəm və mən ilk öncə Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən müəllimə söz vermək istəyirəm və Elşən müəllimə təşəkkürümü bildirirəm ki, çox böyük ürəyi var. Bu yolda doğrudan da fədakarlıq göstərir, cəsarət göstərir, qeyrət göstərir. Mən ilk öncə Elşən müəllimə ona görə təşəkkür edirəm ki, bizim Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyəti üzvü gənc rəssam Gülnara Məmmədovaya çox belə mənəvi dayaq oldu. Bu yolda ona ürək qoydu. Bax, onun gözəl sərgiləri, rəsm əsərləri bəlkə elə evinin küncündə orada-burada qalmışdı, daşıyırdı o yana bu yana. Ancaq bu gözəl məkanda belə bir şərait yarattınız. Onun yolunda bir yaşıl ışıq oldunuz. Ömür yolunda da yaşıl ışıq oldunuz. Gülnara üçün və bizim üçün çox xoşdur. Bizim məclisin idarə heyəti üzvüdür. Buyurun Elşənlər. Hər birinizi salamlayıram əvvəlcə. 1000 illər tarixi olan bir Novruz ənənəsini bizimlə birlikdə yaşatmaq üçün bir neçə kilometrlər yol qət edib, gəlib bizim bu bayram əhval-ruhiyyəmizə daha bir bayram əhval-ruhiyyəmizə eyni zamanda sorması, hər birinizə təşəkkür edirəm. Və Novruz ulu bayramımızdır. Ulu millət ulu bayramı. Millətimizin qüruru, qeyrəti, bol bərəkəti, hər bir şey bu bayram üzəksinidir. Və biz də müəllim olaraq, siz də bir incəsənət xalqı olaraq millətimizin o ulu keçmişini yaşatmaq üçün əzəzirsiniz. Və bu gənclər də bu günləri bizlərdən, sizlərdən, hamımızdan örnək alıb gələcəyin vətənpərvər övladlarımızdan, gələcəkdə Azərbaycanımızın dünyanın hər yerində baş uzadığından təmsil edir. Və o baxımdan da bu uşaqlara təşəkkür edirəm ki, bu günləri yəni boş-boş əyləncəyə yox, bu cür tədbirlərdə iştirak etmək üçün gəliblər, sevə-sevə, bayram əhval-ruhiyyəsində. Onlara təşəkkür edirəm. Bayramın mübarək Ulu Türk, bayramın mübarək Azərbaycan xalqı, bayramın mübarək İmişli rayonu, bayramın mübarək qonaqlar, hər birimiz. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. İndi isə sözü İmişli rayonu Mil Muğan Regional Mədəniyyət rayon üzrə nümayəndəsi Nazim Əzmova söz verirəm. Buyurun Nazim müəllim. Çox sağ olun Gülgün xanım. Əziz qonaqlar, mən sizi doğma torpağında salamlayıram. Əlbəttə ki, bu tədbir əlamətlər bir günə, bayramlar bir günə, Novruz bayramı gününə təsadüf edir. Gülgün xanım, sizə təşəkkür edirik ki, biz bələdiyyə işlərini dəvət edirsiniz. Sizin işləriniz və biz iştirak edilməli müəyyən səhərlərdən, bizdən asıl məsələlər onlar özünü hesab edir. Lakin siz burada olmayanda biz regional idarə rəhbərliyi, Nadir müəllim baş olmalı, biz gəldik bu hesab tədris mərkəzini baxdıq və baxış keçirdik. Əlbəttə ki, bizim region rəhbəri də çox xoşuna dərdik. Gülnara xanımda biz artıq bir neçə ildir tanıyırıq. Yəni Gülnara xanımla əvvəllər daha çox biz əməkdaşlıq edirdik. Gülnara xanımın da tanınmasında əsl səbəbkar da, yəni qeyd edə bilər. Bizim mərkəzi kitabxananın direktoru var bir xanım. O dövrdə Mədəniyyət Nazirliyi tərəfindən bir layihə həyata keçirilirdi bölgələrdən bölgələrə.
Biz də istəyirdik ki, daha çox ilişkidə tanınmayan, mədəniyyət sayəsində məşğul olan insanları dəvət edək və biz onları da regionlarda, aramızda tanısın. Çox gözəl bir tədbirdir. Ümumiyyətlə, buranın havası çox gözəldir bu tədris mərkəzinin. Yəni, burada mədəniyyətin və incəsənətin sintezini görürük. Həm rəssamlıq, həm şeir, poeziya. Əlbəttə ki, bu hər ikisi Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir. Siz bilirsiniz ki, hər bir xalq öz mədəniyyəti ilə dünyada tanınır. Bizim mədəniyyətimiz də çox qədimdir və zəngindir. Mən çox sevinirəm ki, burada gəzilər var, yeniyetmələr var. Bunlar bizim mədəniyyətə, incəsənətə çox böyük maraq göstərirlər. Bu da o deməkdir ki, Azərbaycan mədəniyyəti daha da inkişaf edəcək, yaşayacaq və dünyaya tanınacaqdır. Çünki mədəniyyətimizin davamçıları, yaşadanlar bu gəzlərdir. Tədbirə uğurlar arzulayıram, sizə uğurlar arzulayıram. Gülün xanım çox gözəl bir tədbirdir. İnanıram ki, daha da maraqlı olacaq. Sizin də layihələriniz davamlı olacaq. Təşəkkür edirəm, sağ olun. Teşekkür ederim Nazımlarım. En esas odur ki bugün burada bizimlesiniz, berabersiniz. Var olun, minnettarım. Ve ben inanıram ki Gülnare Hanım'a da destek olacaksınız ona göre ki deyir ki əzizim ələ dəysin ve həssin telə dəysin. Tek elden ne ses çıkar? El gerek ələ dəysin. Kəndin iştirakçıları necəsiniz? Darıqmısınız ki? Her şey yaxşıdır mı? Ne bayramıdır bugün? Eşk olsun imişliğe. Mənim əzizlərim. Bugün sizin karşınızda dünyanı karış gezmiş, yaşının, yaradıcılığının müdrik çağında imişliğe mən də gedirəm deyib ürəyində təpər tapan Respublikanın Əməkdar Mədəniyyət İşçisi, müğənni Aşıq Solmaz Kösayevaya verirəm. Bəli, mən ona dedim müdrik, ancaq yaxşı müdrikdir, ruhu cavandır, eşki ucadır. Solmaz Hanım'a ve Solmaz Hanım'ın güzelliğine bir almış. Değerli İmişli xanım, mənim balalarım, qız balalarım, oğul balalarım, qardaşlarım, bacılarım, hamısının Novruz bayramını ürəkdən təbrik edirəm. Ailəmizdə bol bərəkət arzulayıram, bərəkətli ömür arzulayıram hər birinizə. Mən İmişlidə ən son olmuşam, 98-ci ildə prezident seçkilərində olmuşam. O da Sayət müəllimin qrupundan gəlmişim. Və bu mənim bura ikinci gəlişimdir. Mən Gülü xanım İmişliyə deyəndə mən keçmişə qayıtdı xatirələrim və mən böyük məmnuniyyətlə sizlərin görüşünə gəlmişəm. Allah sizləri var eləsin. Eşə müəllim, sizin bu gözəl yaratdığınız bu ocalar mən uğurlar arzulayıram. Əl işlərinə baxıram, hamısı bir-birindən gözəldir. Ən çox da oxumuşuna gəlir. O ay baxır oradan, gözəl. Çox gözəl işlər. Hamısı maşallah olsun əl işlər. Gəlsin manımız.
olmağının 10 illik yubileyini bir il boyunca regionlarda böyle güzel konsertler təşkil edilir. Hamısı da uğurlu olur buradaki kimi. Ve böyle karara geldi ki analarımızın, bacılarımızın kısmeti olan Kalağayımız ve Eroğlu kişilerimizin ise namusu, qeyrəti tapağımızdır. Ona göre bu ilde bu layihəmizi biz verdik, layihəmiz keçdi, uğurla keçdi. Ona göre de bir Qarabağ mahnısı gelsin. Oynasanız mən də oynayacağım. Kimin yüreğinden oynamanızı gelsin. İmişliğin gözler kızı, Göyçek kızı, Aziz kızı, bizim Mirvarid Dilbazi Poeziya Məclisinin idare heyətinin üzvü, çok fəal olan. Deməli, Bakıda Beynəlxalq Muğam Mərkəzində fərdi sərgisi oldu. Bakıda Gençlik Yardım Forumunda fərdi sərgisi oldu. Və deməli, 2020
2004-cü ildə yanvardan başlayaraq ta dekabrın sonuna qədər rəsm əsərləri Respublikamızın bütün bölgelərində sevgilərlə qarşılandı. Əsasən Şuşada çox möhtəşəm oldu. Naxçıvanda çox möhtəşəm oldu. Qazaxda, Tovuzda, Gəncədə, əziz imişidlər, bax bu sizin gözəl qızı Azərbaycanın hər yerində tanıyırlar. Sankt-Peterburgda orada bizim möhtəşəm Kənalar haqqında konsertimiz oldu. Onun hər işlərini elə orada monitorda işıqlandırdı. Gülməli xanım imişində xoş gördük sizi. Sizə görə daha mən də imişli olmuşam, tanıyayım, o qədər qaynayıb qarşımışam. İmişli fəxr etsin ki, onu bax belə Gülnarə kimi qızı var. Buyur Gülnarə xanım. İlk önce hamımıza bayramı tebrik edeceğim. Ve Gülnar'ın çok sağ olun ki eziyet çekip geldiniz. Güzel günde. Gülnur Hanım'ın tesadüfüne karşı olmuşum. Ben bir resim eseri çekmiştim. Yani Gülnur Hanım'ı tanımazdan evvel hemşe ben milliliğimizi ve tarihimizi istemişim ki işleyirəm ve tarih yazanların tarihte saklamak için ben Kənalar işlemiştim. Gülnur Hanım'ı bir tədbirde gördüm. Ben geldim ki Gülnur Hanım dayanıydı. O resim eserinin yanında. Elə orada tanış olduk ve ne yaşlı tanıdım sizi deyirəm. Ben eserlerimin tanınması için mənə yazdıqları işin bərabər teşekkür edirəm. Vallahi heyecanlıyım. Danışa bilmirəm. Gələnlərin hamısına teşekkür edirəm və Novruz bayramınızı təbrik edirəm. Çox sağ olun. Deməli Nazimlər, baxırsan ki, deyərsən ki, bu qız necə sakitdir. Ancaq bu sakit dünyasında görün necə belə nətərli bir çağlayan, aşan, daşan, o şəlalələr, o dəryalar, o zəfərimizi tərənnüm edən o rəsm əsəri, yəni hamısı ayrı-ayrılıqda çox möhtəşəmdir. Yəni belə təbiyyətən sakit olmaqla deyil. Müdərim var, əməlində işini göstər. Gülnarə xanım işində tanınan adamdır və mən çox fəxr edirəm ki, bizim Azərbaycanımızın belə gözəl qızı var. Gülnarəmiz təkim işini deyil. Gülnarə Azərbaycan qızıdır, Türk qızıdır. Ona görə ki, hər sözündə o Türk dünyası deyir, o hər sözündə Təbriz deyir, Dərbənd deyir, borçları deyir, tarixi necə bilir, necə danışır. Allah'ın olsun mən mətəb qalıram ki, mən öyrənim, yox söylədim. Öyrədim. Öyrənim. Yaxşıdır, lazım gəlsə öyrənərik. O nə deməkdir ki? Təbrik edirəm səni. Bugün sənin rəsm əsərlərin doğrudan da gözümüzü, könlümüzü oxşadı. Təşəkkür edirəm, fonça gətirməyə gedirdim, getmək fonçanı. Mənim əzizlərim, bax bizi bugünə gətirib çıxardan, ağ günləri bəxş edən şəhidlərimiz var. O şəhidlərimiz ki, heç vaxt unudulmamalıdır. Beşikdən məzaracan hər zaman ehtiramla anılmalıdır və qədrlənən xalqımız tərəfindən də anılır. Bütün geniş yarımcan qaydalovlarımız var, şəhidlərimizin şahidləri. Allah onların da sağlamlıqlarına bərpa olmağa yardımcı olsun. Və bugün bizim burada şəhid atası İsrail müəllim iştirak edir. Bu nə deməkdir mənim əzizlərim? Bu o deməkdir ki, doğrudan da Azərbaycan xalqı ulu xalqdır, uca xalqdır. Oğlunu vətən yolunda qurban verir, vətən sağ olsun deyir. Və gəlib bugün sizinlə bərabər bu şənliyə qulaq asır. Bu mahnını dinləyir, vətənin ağ gününə alqış deyir, əl çalır. Şəhid atasına bir alqış gəlsin sizlərdən. Şəhidlərimizin ruhuna salam olsun. Şəhid atası, qarşınızda baş əyirəm, dönə-dönə baş əyirəm. Ona görə ki, sizi kimi qeyrətli kişilərin, ismətli anaların balaları Allah tərəfindən seçildi, o yolda qurban oldular. Əbədi yaşardılar. Təsəlliniz olsun, şəhid atası. Qədrlənən xalqımız hər zaman onların xatirəsini əziz saxlayacaq. Vallahi biz unudulacağıq. Ancaq tarixin səhifələrində hər zaman onlar görünəcəkdir. Sizə təşəkkür edirəm bugün bu
iştirak etdiyimizə görə, vallahi mən şəhid ailələrini belə tədbirlərdə görəndə bu xalqın qeyrətinə, qüruruna, vüqarına mərkəz qalıram ki, gör nə qədər ucaqaldıq. İnsanın baladan şirin ikinci heç bir əvəz oluna bilməz. Yəni yeri gəlsə, övladın yolunda canını qurban verərsən və valideyn vətənə övladını qurban verir, deyir ki, vətən sağ olsun. Sağ olun, teşekkür ederim her birinize. Selamlarına ayaklarına olsun. Halkımız için, milletimiz için en güzel bayramlardan biridir. Ama bayramın tarihi çok belirli. Bazıları hatta dinle bağlıyorlar ama düşünürler ki İslamiyet ülkesinde ama ne vaktin Müslüman alemi, insan Azerbaycan halkı var. Azerbaycan halkı yaşadıkça, oldukça bu bayram da nesilden nesile ötürüp gelip ve bundan sonra devam edecek. Ve 2020 yıla kadar biz her birimiz fikirleştik inşallah evde bir bayram nece qeydiliyək, ne tür qeydiliyək. Ama çok şükürler olsun. Fikirleşirdik ki bəs belə bir bayramları biz necə ola bilər biz Şuşada, işğal olmuş torpaqlarımızda qeyd edək. Doğrudan da 20-ci illəri sonra həmin ildə bizə şəhidlərimiz bu günü yaşadılar, bu günü bizə qismət edilər, bəxş edilər bizə. Biz onların da qarşısında hamımız baş əyirik və bizim arzularımızı həyata keçirdilər. Suverenliyimiz, ərazi bütövlüyümüzü bərpa etdilər. Və biz bütün bu sahədə Ali başkomandanlarımıza və şəhidlərimizə borçluyuq, igid oğlanlarımıza, qazilərimizə borçluyuq. Hər birinizin bayramı mübarək olsun, boş günlər həmişə sizinlə bahar olsun. Sağ olun. Mənim əzizlərim, düşmənə çox xudurdu qan. Düşmənə çox xudurdu qan. İlham aldı bayrağından. Son nəfəsi Azərbaycan. Ağlama, şəhid atası. Ağlama, şəhid balası. Güllü haqqa olmaz əvəz. Yurt verilməz, yurt bölünməz. Şəhid atası. Şəhid olan vallahi ölməz. Ağlama, şəhid atası. Ağlama, şəhid balası. Vətən şəhidlərimizdən, qazilərimizdən, şəhid atasından, şəhid anasından, şəhid balasından, şəhidlərimizin can yoldaşlarından, ailələrindən başlayın. Bax, bugün bu ata vətəndir. Bugün bu bala vətəndir. Görək vətən bala nədir? Heç nə? Bayram mübarək. Eşq olsun, şəhid evladı deyil, bayramımız mübarək. Bax, budur vətənin ucalığı, bax, budur vətənin diriliyi, budur Azərbaycanımızın möhtəşəmliyi. Təşəkkür edirəm, var olun, çox sağ olun. İndi bu arada sözü musiqiyə verir, sazımız var, ayolun. Gel görüm, telli saz sinədə, gel görüm, nə cəvan eləyəcəksən. Anar Xudiyev.
Bir telli saz havalandı ne güzel. Unutmayın ehdi andı ne güzel. Meclisimiz nağıllandı ne güzel. Havalandı havasına bu sazın. Güllü yıldan bu saz sənə əyandır. Dinlədikcə çox razı boyandı. Ay imişlər, ay anam bacım, ay qardaşlarım. Bu görüşdən, bu bayramdan ömrüm nura boyandı. Aya, havalandım havasına bu sazın. Havalandım havasına bu sazın. Bir sözü verin görün kardeşim. Alçak. Size kurban olun. Size kurban olun ay müşriler. Sağ güller açtı sol ne güzeldi. Seyrine dalmışam bu güzelliğin. Açtığım bu kanat kol ne güzeldi. Geldim bu alemin her bucağında. Ateşe dönmüşem gül ocağında. Havalı şönlümün bu şen çağında. Dillenen sazında tel ne güzeldi. Mərifət var oğlumda, qızımda. Sədaqət var çörəyində, uzunda. Ləyaqət var insanların üzündə. Allah Allah, güllü mehman olan el nə gözəldir. Mənim əzizlərim, başına döndüyüm bu imişli nə gözəldir. Gedirəm bir də gəlirəm, gedirəm bir də gəlirəm, mən bir də gələcəm. Təşəkkür edirəm oğlum, həmişə telli saz sinəndə, bax beləcə bu meydanlarda cövlar eləsin. Çox sağ olun ki, Bozun sənətini belə gözəl yaşadırsınız, var olun. Bizim burada bir qardaşımız var. Sərvər mənim deyirlər, çox gözəl şiir deyir. Deyir ki, Sərvər mənim şiir deyəndən sonra mən daha dillərə bilməyəcəm, görəyim deyir. Sərvər mənim gəlsin, görəyim, necə gəlir? İnşallah gelip gəlir. Yaxşı gəlir, bir də böyle gəlir. Çok sağ olun, çok güzel meclisiniz, çok güzel tedbirli ve bu tedbirli əziyyətli olanlara her biriniz təşəkkürünüzü bildirir ve bizler buna dəvət etdiyinizə görə də sizlər hər birinizə təşəkkür edirəm. Novruz bayramı münasibətlə hər birinizi təbrik edir, sizlər olsun ömür, can sağlığı, bahar təravətli günlər, aylar, illər arzu edir. Arzu edirəm ki, ocaqlarınızdan gül yansın, ruzi bərəkətiniz bol olsun, canınız sağ olsun, bayramınız mübarək olsun. Bir talihin oyununda tütləmişsə, bir cüt boşa atılsardı, boşa düşməli. Bir zərrənin işığına milyonlar şərik. Dünya sənin, dünya mənim, dünya bizim. Çevrəsindən çıxsan əgər sevda fırfıran, bir-birinin ətəyindən tutub qabırlar, eşidirsən çıldır, yıxılar, duran. Dünya sənin, dünya mənim, dünya bizim. Bu getgənlər mazarına həvədir dünya. Bu ömür gün naxşınat dəbəli dünya. Əbədiyyət bəhbət ələbədi dünya. Dünya sənin, dünya mənim, dünya için. Ayaq saxla dövrə hava örtərə belə. Min illərdir araz belə,
təkəri belə, axşamların səhərlərin təkəri belə. Dünya sənin, dünya mənim, dünya heç. Göz yaşına tutmağa dəyərmi? Sonunda bir güləcəlik yoxdursa, hər görüşdə sevgi demə əzizim. Əgər onun geri dönəcəyi yoxsa, ona salsan buz bağlayıb donacaq, əldən uçdu yad budağa qonacaq. Kömür versəm, nə qiymət alacaq? Kömür qəmdi biləcəyi yoxsa, demə mənə nələr gəlir ağlıma, vay onda ki qara səndən ağma. Ürəkdə ürək verib ağlama. Bir gün sənsiz öləcəyi yoxsa, bir gün sənsiz öləcəyi yoxsa, getmək istəyirsən bəhanəsiz deyil. Oyatma bir gün xatirələri, səsin həmin səsli baxışları, gedirsən səsinlə yad olsun barım. Düşənin yollar təqayaqlarına, sənə yalvarım mı bu mümkün deyil. Duymaram qəlbim tək füqarısına, alçalıb yaşamaq ömürlük deyil. Demirəm uca bir daxsanəyi, demirəm qalındır əlacım sənə və səndə məhəbbət qara pul deyil. Nə mən bilərciyə mən açım sənə, döşənir yollar və qayaqlarına, sənə yalvarım mı? Bu mümkün deyil. Qoymaram qəlbim tək vüqarısına, alçalıb yaşamaq ömürlük deyil. Çox sağ olun, bir daha bayramımızı təbrik edirəm və belə gözəl tədbirlərdə görüşənə ümid edirəm. Çox sağ olun. Çox sağ olun. Hoşçakalın gəldiniz. Değişədilərim. Sərvər bəy, deməli mən Naxçıvanda olanda tələbələr idi. O qədər belə hava məni tutdu ki, Zərifə Yağmur bir şeiri var, deyir, nə güzəldir bu yerlərin havası. Mən getsəm də kördüm buradan qalası, sevsə məni bir zalimin balası, ölü belə bu yerlərdə qalardım. Yaman gülüşlər deyim, nəyə gülürsünüz? Bu sevgi siz deyən sevgiden deyil. Bax o mən qara qız günə gedib qala bilərəm, bu xala günə qala bilərəm. Yəni mən o sevgiyle qalaram burada. Həyat gözəldirsə dünya şirindir. Çiçəkdə həmişə təravət olur. Gülüşlər odadır, gülüşlərimiz sevib sevinirik, məhəbbət olur. Olsa da dünyanın yüz gözəlliyi, gözəldir hər şeyin öz gözəlliyi, hər şey ötəli bir hissiniz gözəlliyi, könül gözəlliyi, könül gözəlliyi qiyam. Saçına deşəlalə təkər baxısın, başların şimşək olub çarpmasın, odun beni yandırmasın, yakmasın. Onunla səni unudaram sevgilim. Gözüne diye tuş olmasın gözüne, kibriğinle gel ok atma gözüme, nifret ile varlığıma, özüme. Onunla səni unudaram sevgilim, onunla səni unudaram sevgilim. Allah Teala her birinize sevgi nasip eylesin. Çok sağ olun. Mən dəli könlümü gülə bağlarım. Mən dəli könlümü gülə bağlarım. Sadağa göndərim güllərə məni. Mən bu sevdamı canımda saxlarım. Amandır, salmayın dillərə məni. Mənim işim, gül məhəbbətim. Hər nəfəsdə mənim bir məhəbbətim canımda. Can alıb sil məhəbbətim. Deyəsən qatacaq sellərə məni. Qoy gülə söykənsin güllünün özü. Güllər qədir və gül açsın üzün canımda, qanımda, iyilik eşkin özü. Bilirəm salacaq çöllərə məni. Ay müşkülər, siz Allah salmayın çöllərə məni. Siz Allah salmayın çöllərə. Məhv etmişəm ömrü qəmli çağını, bitirmişəm bax sağını solunu. Məhv etmişəm ömrü qəmli çağını, bitirmişəm bax sağını solunu. Əritmişəm gözlərimi yanını. Kimin için? Senin için. Yollarına döşelənmiş daş oldum. Gözlerinde bir damlalık yaş oldum. Bebeği oldum. Kibri oldum, yaş oldum. Kimin için? Senin için. Zirvedeyim, emr eylesen eylerem.
işim olsa alışaram, söylərəm. İnanırsan, bak sevgimden dönerəm. Kimin için? Sizin için, sizin için. Bunu da değil ben. Bir kere sevdanın kulu olasan, eşkinin kanadı kulu olasan, dilin ötü zamanlarda ağzından alsın. Sevginin yolundan bak bana, senden kimi değerli olasın. Gel buraya, gel. Ayşe. Həsrətimdən bağrım başı dərilir. İçim ilmə sökülür mənim. Ah çəkərəm. Kərəm kimi o dalından tapıb da götürüm, aparım hala dərdimi, çəkim əllərimlə dara dərdimi. Əgər söyləməsəm yara dərdimi, günüm göy əskiyə bükülər mənim. Solmaz, köz olarsa qoğuna, sənərəm. Yardan ürəklərsə yardan sənərəm. Yanında yarın var, ondan mənərəm. Gözlərim yolda, dikilər mənim. Yanlış yaptım, gözə bakıyorum. Bəli, mənim əzizlərim, əlbəttə ki, bu bir zarafat idi, yenə deyirəm. Bugün evimizdə olmamızdan bayram günləridir, bayram əhval-ruhiyyəsində olmalıyıq. Bugün sizin qonağınız, bizim əzizimiz Tərxanım Hüseyin qızıdır, bizim məclisin idarə heyətinin üzvü, allı güclü Tərxanım xanım, allı güclü çıxışları ilə buyursun, gözəl müəllimdir. Bəşər tarixində desələr mənə, ən parlaq, ən şəffaf sima kimdir kim? Demişəm, deyirəm, deyəcəyəm mən. Müəllimdir, müəllimdir, müəllim. Bax, gördünüz müəllim kimi rəqs edir. Müəllim örmək deməkdir. Müəllim nümunə deməkdir. İndi yəqin ki, bir müəllim kimi də çıxış edəcək. Buyursun Tərxanım Hüseyin qızı. Güllü Hanım, büyük teşekkürler size. Yazı mülayim, yayı qaynar. Payızı sərin, qışı sərt. Arazla külün boynunda bülbülüyə imişli hoppalı. Nə qədər möhtəşəm bir Azərbaycanım. Xalqıma qurban olum. Gözəl xalqımın gözəl balaları, gözəl bayramınız gözəl olsun. Mübarək ki, təzə iliniz, ayınız, gününüz. Bir-birə baxın, görün nə qədər möhtəşəm bir xalqız. Heç bir xalqın yaradıcı insanlarında bu əsərlər bu dərəcədə ola bilməz. Yaşlıq dinləməyə səbri çatmır. Çox möhtəşəm xalqız. Çox gözəl xalqız. Mənim xalqımın xanımlarına, mənim xalqımın beylərinə, mənim xalqımın alət-ənənələrindən heç bir millətdə yoxdur. Bu bircə damcı Allıgüllü Azərbaycanın elə bil ki, Allah Taalanın ən xoş məqamına düşür. Şəhidlərin qarşısında, ruh qarşısında baş eyləm. Qazilərinə can sağlığı, xalqıma əmin amallıq, dövlətimə güclü siyasət, xalqıma birlik, gözəl nəfs, sevgi dolu ürək arzulayıram. Bayramınız mübarək olsun. Güllü xanım, əməyinin qiyməti yoxdur. Gözəl xalqının gözəl ilkilərini müasir gəncliyin təfəkküründə canlandırırsan, mən gözəl balalarım, unutmayın xalqımın bu gözəl adət-ənənələrini. Heç bir xalqda yoxdur. Ancaq Azərbaycanımda var, gözəl xalqımda var. Gözəl günlər arzulayıram sizə. Tərxanım xanım, təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun. Kimsə çıxış eləmək istəyirsə, buyura bilər. Kimsə öyrək söz varsa deyə bilər. Yavuz xanım, əziz müəllimə, mənim əziz bacım, var olasınız. Sizinlə də tanış olmaq çox xoş oldu. Bugün də buradasınız. Yenə deyirəm, müəllim bizim üçün əvəz olunmazdır, anadır, məktəbdir. Xoş gördük sizi, bayramınızı təbrik edirəm. Bax, belə erliklə.
borcum var. Sərvər bəyə təşəkkür edirəm. Bu bəy nişan olan, bu gözəl olan bizim poeziya məclisində hər zaman belə operativlik göstərir, çox böyük işlər görür və o qədər gözəl diqqətlə çəkir ki, ona görə də biz başqa bir adama bu tarixi tədbirlərimizi etibar etmirik. Ona görə də Sərvər müəllim, sizə də təşəkkür edirəm. Həmişə bizimləsiniz, həmişə bizimlə olun, bayramınız mübarək olsun. Var olun ki, hər zaman elin, olanın yanındasınız və bizim əzizimiz Qəmirə xanımın mən deyərdim ki, siz bizə bir yadigarısınız. Həmişə sizi onunla bərabər görmüşəm, Allah ona da rəhmət eləsin. Eşq olsun adət ənənəmizi yaşadanlara, mənim əzizlərim. Mən indi burada sizlərlə yumurta döyüşdürəcəm. Görə indi bir dəfə mən qalib gəldim. Görə indi necə? Dəvə. Allah ya sizə verər ya. Mən uduzdum. Ona görə mərs gəlmədim. Yaxşı gələrsən. Yox, yaxşı, başqasıyla mərs gələrim. Nədən mərs gəlir? Ha? Bugün biz oturum olmayan tərəfindən. Belə keçir axı. Ben danışmadım. Ne? 1000 manat elədi, 1000 manat çoxdur. 1000 manat çox elə deyil, 1000 manat. Ben niye 1000 manat istəyirsiniz məndən? İstəyirsiniz, mən uduzdan sizə 1000 manat verəm. 1000 manat istəyin, ne bileyim, 100 də yox, 10 da yox, 1000 manat. Necə? Ona göre 1000 manat deyil. 1000 manat kazandım gördünüz. Siz on dediniz, ben ona göre 1000 manat dedim, ben bildim ki ben udacağım. Direktör oldum. Anam benim, ne oldu anam benim? Niye çıktı değil? Siz gizlettiniz. Ya geçmez, geçmez, pulu hazırlayın. Bayram benim abi. Bayram benim Bayram mı? Nerede, ne oldu? Sen de bir yok 10 bin deme. Üç defa unuttum, da oynamıyorum. Bəs. Yani benim əzizlərim, geleceğim uğurlu şənliyiniz çok gözəl keçin. Eşrəf müəllimin bu müqəddəs təhsil tədris ocağında. Payıza heyranam. Payıza heyranam, yaya heyranam. Hər fəsilə, hər gülərə heyranam. Qarlı qışda bu dünyaya heyranam. Amma haqdan mən bir niyaz istərəm. Bir iş bahar, bir güllü yaz istərəm. Yazın yayın gül qoxuya üzümdən, ətir saça dərəsindən, düzündən, həyat axar qulaqların gözündən, nərgizdən, lalədən mən naz istərəm. Bir iş bahar, bir güllü yaz istərəm. Gönçə murazların açı gülləri, gözəlliyə qərq eyləyə çölləri, çal olanda dağ döşünün selləri, Tanrıdan ən gözəl niyaz istərəm. Bir iş bahar, bir güllü yaz istərəm. Cennet ola, her boz yamaç bostana, alem özü öz üstüne mat qala, Novruz günü yön çevirəm tonqala, diləyimi rengi beyaz istərəm. Bir ilk bahar, bir güllü yaz istərəm. Güllü deyər uçsu olmaya, ağırlıqlar, uğurluqlar qalmaya, ay mənim əzizlərim, heç bir könül, qəm havası çalmaya, mən sevinç sədalı bir saz istərəm. Bir ilk bahar, bir güllü yaz istərəm. Güllü yazınız, güllü yazımız, Novruz bayramımız mübarək olsun. Və mənim əzizlərim, vallahi mən burada tanımıram, bilmirəm kim söz demək gücündədir, kim söz demək istəyir. Ancaq mesela bu amirçi yana məni özünə çəkdi. Bir gəlin görüm canım gözüm bura. Bütün qonaqlarımıza xoş gəldin deyirəm. Xoş gəlmişsiniz işimizə. Çox şadam ki,
Bizim bu tədris məktəbində bu tədbirlər keçirir. İkinci tədbirdə mən iştirak elədiyim. Bəli, çox xoşuma da gəlir və hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Hamıya ən əsas məsələ can sağlığı arzulayıram. Novruz bayramınız mübarək olsun. Teşekkür ederim anam. Çok sağ olun, var olun. Allah sizden razı olsun. Kardeşler, bacılar, hoş gördük sizi. Oğuz bayramınız mübarek olsun. Hayat sevindirsin, şad ömrünüzü. Novruz bayramınız mübarek olsun. Tarihtir. Eserdir her üst günleri. Ay yaşamlarım, unutmam olar dilersiz günleri. Bütün tesirlerin aziz günleri. Muraz bayramınız mübarek olsun. Azaplı yaxşıya dilən yüzünlər, yaşayın, yaranın, ucalın eller, saz, yaz bayramınız mübarek olsun. Belə Novruz bayramınız mübarek olsun. Bəlkə sizi dinləyək, yoxsa kimi dinləyək? Tərana müəllimə, canım mənim, gözüm mənim, müəllimlər bizim ömür yolumuzun yaşı ışığı, həyat yolumuzun qızıl açarları. Vallahi mən həm bu tədris ocağına düşəndə mənim də müəllimlərim olur. Mən də onları xatırlayıram. Və hər zaman deyirəm ki, doğrudan da müəllimin də, akademikin də, həkimin də, bax o dağda quzu qoyun otaran çobanın da müəllim olubdur. Ona görə də müəllimsiz heç kəs, heç bir şəxs yoxdur. Biz hər zaman sizlərdən dərs alırıq, sizlərə borcluyum. Böyük Əxtiyar Vahabzadə yazır ki, müəllim, qayğınla böyük insan, sən əqrək kamala qanat verirsən, ana yurdumuzun gür bulağından körpə balalara su içirirsən. Əlifbə kitabı xəzanısız bahar, üstündən nə bulut, nə də sən gecə, bütün elmlərə gedən cıvırlar, o sadə kitabın üstündən gecə. Buyurun əziz, özünüzü təqdim edin, tərəfənəlim. Təranə Qasımova, 8 saat məktəbin müəllimi, Elşən müəllim mənim həmişə yoldaşımdır, həmkarım. Mən Elşən müəllimi minnətdarlıq edirəm, məni bura dəvət edildiyi üçün. Çox belə zövq alıram. Hər kəsin bayramı mübarək olsun. Novruz gözəllik, yenilik, təzəlik, tərafət deməkdir. Yeni günümüz mübarək olsun və hər birimizin həyatına böyük uğurlar, böyük sevinclər qəşq edəsin. Allah Taala dünyamızı sürmür, bərqərar etsin və dünyamızı aydın, sıfırımızı nasıl edəsin. Mən buradakı təhsil alan dərslərə də müvəffəqiyyətlər arzulayıram. İnşallah gələcək həyatlarında uğurlarlı olsun. Hər birimizi təbrik edirəm. Çox sağ olun. Çok sağ olun, minnətlərim, bayramınız mübarək olsun. Mənim əzizlərim, ürəyindən sözü keçən var mı? Ay şagirdlər, maşallah ağıllısı da var, baxıram, dəcəli də var. Adınız? Zamin. Zamin Bey, çok sağ olun. Novruz'da bir torba atırsınız mı kapılara? Kapı tutursunuz mu? Novruz bayramı. İndi yani ki bu akşam tutacaksınız, öyle mi? İnşallah. Sağ olun. Ne alırsınız? Qəbul olacağım, yoksa sevdiğim kız alacağım? Her ikisi de bu. Sevdiğimiz var yani. Çok sağ olun. Bak meydanda olduğunuz için teşekkür ederim. Kaçanlara da diyersiniz ki diye ne hak kaçıralım. Şimdi biz kaçanlar gelin. Oldu mu? Gel gelin oğlum gel. Adın nerede senin? Çok sağ olun, teşekkür ederim. Allah sizi korusun. Bak, günün gün olsun o müəllimlər gibi siz de çıkarsınız səhnədən, danışarsınız. Ərəfməyəriniz olsun ki, böylərin sözünə hər zaman qulaq asmalı bacarın. Bayramınız mübarək olsun. Siz Azərbaycan xalqının gələcəyisiniz, gençliyisiniz. Var olun. Gözəl gerçək qızlarımız, ay Allah, mənim də belə qoşa bölümlərim vardı.
kızım. Neçəncisi de bizim. Bak bu Novruz adetlerden ne bilirsin? Novruz adetlerimizden ne bilirsin? Süfrə bəzəni, ev eşiği təmizlənir. Ondan sonra bulan başına gelirlər kənd yerlərində, təzə su gətirirlər, qapı tuturlar, şəkər buna paxlava düşürürlər. Bunların hamısını bilirəm. Bilirsə, ancaq deməyə çətinlik çəkirsən. Əgər ürəyindən nə keçirsə, deyirlərsən. Burada oturanlar kimsə demək istiyorum. Novruz bayramı mübarək. Eşq olsun, nə gözəldir. Elə demədi ha. Dedi ki, bu böyük Novruz bayramımız mübarək olsun. Vallahi billahi ilk dəfə eşidirəm. İlk dəfə eşidirəm, havaldır sənə qızım. Elə ona görə məni özünə çəkdi. Beni boşa hörükdə olan qızlar hər zaman ağlı olur. Teşekkür ederim kızım. Bayramımız mübarək olsun. Çəkmədi, o təzələrdə bir zəfərdən Novruza, yəni bu boşa bir-birinə çəkmədi, hərəkət etdi. Gözəldir, çox gözəldir. Bəli, bəli, çox gözəldir, eşq olsun. Var olun. Təqam mənim xoş gördük sizi. Bayramınız mübarək olsun. Obanız, eliniz, imişiniz şer olsun. Ben bu kadar rayonlara gedirəm, Neşə mənim Bilmari xanım bilir. Ben hala gidip bu yaxınlarda keçən iliydi, bizim Tərxanım xanım gördüm. Baskal təxir vətəndaşı elan ettiler. Orada o kadar tədbirlər keçirdim. Cəmaatla müsiyyətli oldum, məni tanıdım. İnşallah yəqin etməm mənim nəzər Allah. Mən demişdim, təxir vətəndaşı olan. Bayramınız mübarək olsun. Size eşidə, gözünüzü də bir düzənlərdə təqdim edin. Evvela hoş gelmişsiniz bizim evimizde olmakta. Yemişte torunlar. Bizim Aran zonası olmalarına bakmayarak bizim bu yemişli cemaatini Ləhşərətin sazlarında büyük yanım arabalar, o cümleden var özümdə. Gədəbəydə daha işləmişəm, orada işlədiği müddətdə buyurun kənar üçevdə belediyyəsi var. Birine xahiş edelim, mənə də yavaşlıq bir iki hava öyrətdi. Belə sonra Rüzman var, sağlıqlarına, mənim dostum gəldi. O mənə bir saz bağışladı, dostuma. O onunla dostum, o mənə bir saz bağışladı Rüzman. Və indi də, yəni, əlində sizə çalamayım şəxsən. Yəni, mən sizi paslərini dinləyirəm, baxıram da televizorda almışım. Onların əksəriyyəti mənimlə münasibətlər var, aşıq meyitlər, mənim övladımı qoymalar edirəm. Hamısına münazibətim var. Çox olun, hoş gəlmişsiniz. Həmişə siz gələcəksiniz. İnşallah bu ənənəni də davam edək, genişlənsin, hər sizdə qonaq gələsiniz. Biz də hələ bir hafta bundan geniş şəkildə biz onu inşallah edək. Yaşam bəlim, sizə də minnətdarlıq edirəm. Bu bizim rayonlar hələ çoxdandan başlamalıydı, yəni belə şeylər. Yenə şükür edirəm ki, Allah'a şükür, yəni genç də olsa bizim rayonda da belə şeylər yaranır, inşallah yaxşı olacaq. Çok sağ olun. Minnettar olsun. Dillenmirsen diye dağla. Ne bildik ki yaralıya ahım çıkıp dağla. Ben geldim ki merhem ile sende derman bile bile.
Bax, gedirəm elinə belələr, sən elə darma. Yol üstə, bala bala, anı dünya kime kala. Eline böyle gün sarayla falan doğru diye davra. Qonaq gəldim sizə xəstə, uzatdım çiçəklər üstə. Kömək uzun son nəfəstə etmədim sən diyə davra. Etmədim sən diyə davra. Çok güzel. İnşallah. Allah meselelerine ruhuna da girsin. Aziz qonaqlar, yəni bugünkü bizim bu tədbirimiz çox gözəl keçir, dəyərli insanların hesabına və bizim bu tədbirlərimizdə həmişə bir ənənəmiz var. Biz tədbirimizdə iştirak edən müəllimlərimizi, nümunəvi şagirdlərimizi tərtib edirik. Bu dəfə tərtib edəcəyimiz nümunəvi şagirdlərimiz və müəllimlərimiz çox olduğuna görə və zamanımızın və məhdud olduğuna görə onları saxladıq özümüzün ikincisizəmizə. Ancaq istəyirəm ki, bizim bu qonaqlarımızdan bəzilərinə mən öz təşəkkürümü, yəni bir mahiyyəti olmasa da, yəni Novruz ətirli bir təşəkkür bildirmək istəyirəm mən. Yəni birinci bizim canlı ciyərimiz, nəvisimizin tuzu, şəkəri, dadı, tamılayı sizə Novruz ətirli və Novruz əhvaliyyəti ölkəmizin əməkdar mədəniyyət hissi olan sazı ilə, sözü ilə insanların sevgisini qazanan dəyərli olmazdır. Biz də sizə Novruz ətirli, Novruz əhvaliyyəti təşəkkür edirəm. Sağ olun. Çok sağ olun. Bundan da daha yüksekler vazifelerini gidersiniz. İnşallah biz de buraya gelende bu rehber gelir. Onsuz da rehber gelirler. Bak bu rehber gelir inşallah. Allah size kabul olsun. Məhdisin dadı, ləzzəti nədir? Musiki. Öz bu musiki sənələri bu bizim bu televizyon təhsil tədris mərkəzində yanılar. Bizi televizyon edən etibar edir. Sənə də Novruz ətirli. Sağ olun. Yəni bizim özümüzün o nümunəvi şagirdlərimiz, müəllimlərimiz inşallah o tədbirimizin ikinci hissəsində olacaq. Yəni vaxtımız çox getməsin. Bizim yəni məqsədimiz odur ki, layiq olan hər şəxsi biz diqqətimizdə saxlayaq. Bunları az da olsa həvəslərimiz tutmuyor. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Yaşam müəllim, mənim əzizlərim, bayram günüdür. Hamı bilməyəm ocağına, evinə tələsin. Qızıl kimi vaxtınızı bugün bizə ayırdınız, bayram günündə gəldiniz. Çox böyük şərəf verdiniz. Hər birinizə bir-bir. Mirvarid Dilbazi Poeziya Məclisi adından. Təşəkkür edirəm, təbrik edirəm, qarşınızda baş əyirəm. Nə xoş ki gəldiniz, bizə böyük şərəf verdiniz. Yenə deyirəm, bizimlə bərabər Bakıdan gələn əməkdar mədəniyyətçisi Olmaz xanıma, Tərxanım xanıma, bizim musiqiçi qardaşımız Etibar bəyə təşəkkürümü bildirirəm. Bəlkə təbrik edəsiniz sizə, bir-iki kəlmə deyəsiniz.
mübarək olsun. Həmişə demişkən gəldi, yaxşı bir gün şahid edelim. Hamımızın bayramımızı təbrik edelim. Çox sağ olun. Və sonda istərlər bəyə təşəkkürümü bildirirəm ki, bizimlə bərabər uzaq yolu bu çətin gündə gəldi. Novruz bayramı günlərində biz hər gün tədbirdəyik. Dünən təsəvvür edin ki, 3 tədbirdə olmuşuq, bugün də səhər tezdən qaldı. Bura gəlmişik, buradan da yenə qayıdıb, sabahda nə bilim çəkiliş, tədbirlər, həmişə başımız belə xoş günlərə qarışsın. Deyəsin, nəsə demək istəyirsiniz, buyurun. Digər qonağımız Fərxan Hanım öz gözəl rəqsi ilə həqiqətən buradakı zamanlara bir örnek oldu ki, rəqsi belə oynayarlar. Yəni çox təəssüf olsun ki, bugün hamı rəqs edir, hamı kullanı düşür. Ancaq Fərxan Hanım həqiqətən də gözəl rəqsi gəlir. Güzel günleri Allah xalqından almasın. Bundan da güzel günleri yaşayaq. Bayaq dedim, qışı sərt, yayı qaynar. Payızı ilıq, yazı sərin. Arazdan külü qoynunda uyuyan imişli torpağı. Bu güzel bayramımız güzel olsun. Çok sağ olun. Çok sağ olun. Siz inanırsınız mənim əzizlərim, mən Tərxanım xanımı burada kəşf edelim. İmişlidən həvəs alıb belə oynadım. Biz neçə il yol gəlirik, hələ bunun belə gözəl oynadığını mən görməmişdim. Elə isə mənim əzizlərim, hər günümüz bayram əhval-ruhiyyəli olsun. Zəfər ətirli, zəfər soraqlı, bu gözəl qürur duyulan Novruz bayramımız mübarək olsun, əmin amanlıq olsun, sülh olsun, səmamız aydın olsun və Solmaz xanımın ifası ilə biz bugünkü tədbirimizi başa vururuq. Hər kəs öz ocağına tələsir, ocağınız şen olsun, şən olsun, ocağınız yanar olsun, qazanınız qaynar olsun və Solmaz xanım buyurun.
Dünən axşamüstü getmişəm parfümafirə. Saçımı düzəltmişəm, amma yatmamışam. Hələ yoxsul salım mühəbbət oxuyuram. Öyle yatsam da qalırım. Yəni bağlarım. Allah sizi var edəsin. Çox şad oldum bir daha sizləri görməyə. Bayramlarınız mübarək olsun. Sağ olun. Solmaz xanım, gələn dəfə Allah köməyiniz olsun, yatın, gəlin. Bundan da qəşəng yoxuyun. Təşəkkür edirəm əzizlərim. Gözəllər içində ən gözəl olan sevimli nigardır Azərbaycanın. Torpağı müqəddəs yurduləl olan bir ulu diyardır Azərbaycanın. Eşq ilə dil açan saz havası var. Dahilər kəlamı söz havası var. 4 fəsil içində yaz havası var. Bir şirindir vardır Azərbaycanın. Hak yoldadır. Hak yoldadır, zamanı var, vaxtı var. Üzü ağ yılvarlı, ağ da vaxtı var. Qeyrətdən, namusdan tacı taxtı var. Haqqı havadardır Azərbaycanın. Taleyindən yazılıbdır qisməti. Dədələrin haqqa bağlı ülfəti, anaların, nənələrin kəranaylı hizməti, yar olana yardır Azərbaycanım, bir şirinli vardı Azərbaycanım, yaşasın Türk dünyasının ayrılmaz bir parçası olan Azərbaycanımız, Türk dünyamız və bugün Azərbaycanımızın cənnət məkan bölgesinde olduğumuz bize doğma əziz imişlimiz və imişlilər. Sağ olun Allah'ın adına. Bayramımız mübarək olsun. Hepinizi dur şəkil karşılığına tərpəmin. Novruz gəlib cahana. Səs yayılıbdır hər yana. Xoş müjdələr gətirsin anam Azərbaycana. Ağırlıqlar yox olsun. Uğurluqlar yox olsun. Adda